Dünyanın ən ləzzətli piroqu alma piroqudur deyə bilərəm. Bugün alma piroqu edirik. Qaba 2 stəkan şəkər tozu əlavə edirəm. 5 ədəd yumurta əlavə edirəm. Ağarana dək çırpıram. İçərisinə 1 stəkan qatıq əlavə edirəm. Qarışdırıram. İçərisinə 3 stəkan un əlavə elədim. Yenə qəşəng topaq qalmayacaq şəkildə qarışdırıram. İçərisinə 1 paket vanilin əlavə edirəm. 1 paket də qabartma tozu. Üzərinə əridilmiş kərə yağını əlavə edirəm. Ən sonda doğradığım meyvələri xəmirin içinə əlavə edirəm. Əvvəlcədən almanı xırda-xırda doğrayıb, üzərinə un vurdum ki, alta çökməsin. Əvvəlcədən isitdiyim listə hazırladığım xəmiri əlavə edəcəm. Qeyd edim ki, xəmir listi duru yağla yağlamışam ki, piroqumuz yapışmasın. Burada 180 dərəcəlik sobada yarım saat pişməyə qoyuram. Piroqumuz hazırdır. Üzərinə pudra şəkəri vururam. Neredeyse bayağı korkmuşum. Neredeyse hayal